Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün sizinlə Şahin İbrahimovun Respublika Fənn müsabiqəsinə hazırlıq kitabının 12-ci sınağını bölüşürəm. Birinci suala baxaq. Birinci sualda bizə maddələr verilmişdir. Karbon qazı və kalium nitrat. Karbon qazı qaz halındadır. Kalium nitrat isə tərkibində yəni bərk maddə olduğuna görə duzdur, bərk aqreqat haldadır. Və biz bilirik ki, qaz halında maddələrin həll olunması temperaturla tərs mütənasibdir. Bərk halda olan maddələrin həll olunması ilə temperaturla düz mütənasibdir. Temperatur artdıqca qaz halında maddələrin həll olunması azalır. Deməli, A 25 dərəcədə olan həll olmasıdır karbon qazının, B isə 60 dərəcə. Temperatur artdıqca həll olma azalır. Ona görə də B kiçikdir, A olacaq karbon qazına görə. Kalium nitratı isə bərk haldadır. Bərk halda olan maddələrin həll olunması temperaturla düz mütənasibdir. Temperatur arta-arta onların həll olunması artır. Yəni, kalium nitratın 60 dərəcədəki həll olunması 25 dərəcədəkindən böyük olacaq. D böyükdür, C. Düzgün cavab variantı, deməli, B kiçikdir, A, C kiçikdir, D. Düzgün cavab variantı, B variantı. İkinci suala baxaq. Duzun həll olma qabiliyyəti 100 ml suda göstərir ki, 20 qramdır. Eyni temperaturda 500 qram suda neçə qram duz həll etmək lazımdır ki, doymuş məhlul alınsın? Yəni 100 ml və yaxud da 100 qram suyun sıxlığı 1 olduğuna görə millilitr qram, yəni yaza bilərik, fərq etmir. 100 ml suda 20 qram deməli duz həll olur. Bəs 500 qram, yəni və yaxud da 500 ml, 500 qram suda neçə qram duz həll olunar? X qram. X bərabərdir 100 qram. Yəni doymuş məhlul olması üçün həmişə 100 nisbət 20-100 nisbəti olmalıdır. Ona görə də 100 qram düzgün cavab variantı D variantı. Dördüncü suala baxaq. Dördüncü sualda bizə H2S və amonyak molekulları verilmişdir. Şərtdə bildirilir ki, bərabər sayda hidrogen atomuna malik olan X molekul və Y molekul amonyak. Deməli, bərabər hidrogen atomu varsa, H2S-də 2 hidrogen atomu, amonyakda 3 hidrogen atomu. Bunları bərabər olaraq nəyə gətirə bilərik? Məsələn, 2-ni 3-ü 6-ya gətirə bilərik. 6-ya gətirmək üçün biz H2S-in əmsalına, yəni qabağına da belə deyək, molekul hissəsinə 3x yaza bilərik. Amonyaka da 2x. Hidrogen atomlarına diqqət edirək. H2S-də 2 vurulsun 3, yəni 6x hidrogen atomu. Amonyakda da 2 vurulsun 3, 6x hidrogen atomu. Deməli, məqsədimizə çatdıqda hidrogen atomlarını bərabərləşdirdik. Bizdən də şərt bunu istəyir. Deməli, yenidən yazım. 3x H2S və 2x NH3, yəni amonyak. Deməli, bunu müəyyən etdik. Daha sonra bizə bildirilir ki, qarışığın neytron saylarının cəmi 124-ə bərabərdir. Hidrogenin bilirik ki, neytronu 0-dır. Çünki kütləsi də 1-dir, proton sayı da 1-dir. Kütlədən protonu çıxdıqda 0 edir. 1-dən 1-i çıxanda 0. Hidrogenin neytronu yoxdur. Biz hesablayanda azotun və kükürdün neytronlarını hesablayarıq. 3x atom burada kükürd var. Kükürdün neytron sayı 16-dır. 3x vurulsun 16, yəni 48x. Üzərinə gəlinsin. Amonyakda azotun deməli proton sayı neçədir? 7. 2x azot atomu var. 2x vurulsun 7, 14x bərabərdir 124-ə. 62x bərabərdir 124-ə. X bərabərdir 2-yə. Deməli, x 2-dir. İndi bizdən soruşur ki, qarışıqda cəmi neçə atom var? İndi bu 2-ni aparıq yerinə qoysaq, deməli, görürük ki, 3x, yəni 3 vurulsun 2. 6 H2S-imiz, 6 molekul H2S, 2 vurulsun 2x amonyak idi, düzdür? 2 vurulsun 2, yəni x-in yerinə 2 yazsaq, 2 vurulsun 2, yəni 4 molekul isə amonyakımız var. Yenidən yazaq. Deməli, 6 molekul H2S-də. H2S-in 1 molekulunda 3 atom var. 2 hidrogen, 1 kükürt atomu 3. 6 molekulunda 6 vurulsun 3, yəni 18 atom. Amonyakın 1 molekulunda 3 üzərinə gəlsin 1, 4 atom var. 4 molekulunda 4 vurulsun 4, yəni 16 atom. Ümumilikdə 18 üzərinə gəlsin 16, 34 atom. Düzgün cavab variantı D variantı. 5-ci suala baxaq. C5H12 maddəsi verilmişdir bizə. Bildirilir ki, molekulda hidrogen atomlarının 25%. Neçə hidrogen atom var? 12. 12-nin 25% bərabərdir. Yəni 4də 1-i bərabərdir 3-ə. Deməli, 3 hidrogen atomu hidrogen deuterium izotopu formasındadır. 3-ü
tritium formasındadır. 3 üzərinə gəlsin 3. Ümumi 12 atom var idi hidrogen. 3'ü deuterium, 3'ü tritiumdursa yerdə qalır 6'sı. 6'sı da deməli protium izotopudur. Protium izotopudur. Deyir molekulda ümumi neytronların sayı. İlk öncə biz Z5H12 maddəsidir. Karbonun normalda karbonun neytron sayı 6'dır. 5 karbon atomu var. Yəni 5 vurulsun 6. Karbonun neytronu oldu 30. 30 dənə karbon neytronu var. İndi hidrogenlərin neytronunu hesablayaq. 3 hidrogenimiz deuteriumdur. Deuteriumun bir atomunda 1 neytron var. Yəni 2 çıxılsın, kütlə ədədi çıxılsın 1. 2 çıxılsın 1, 1 deməli neytronumuz var. 3 deuterium atomunda isə 3 vurulsun 1, yəni 3. İkinci deməli 3 atom tritiumdur. Tritiumun bir atomunda 3 çıxılsın 1, 2 neytron var. 3 atomunda 3 vurulsun 2, yəni 6 neytron olacaq. Və yerdə qalan 3 üzərinə gəlsin 3, 6, 12 hidrogen atomu var. 12 çıxılsın 6, 6 protium izotopu üçün qalır. Protium izotopunun da neytronu 0'dır. Çünki kütlə ədədindən proton sayını çıxanda 1'dən 1 çıxanda eləyir 0. 6 vurulsun 0 bərabərdir 0'a. Deməli, neytronu bayaq tapdıq. Karbonun neytronu 30. Hidrogəndə də 3 üzərinə gəlsin 6, 9. 30 üzərinə gəlsin 9. Ümumilikdə 39 izotop, daha doğrusu 39 neytron var. Düzgün cavab variantı C variantı. 6-cı suala baxaq. CnH2n o N maddəsidir. Bildirilir ki, proton sayı neytron sayından 12 vahid çoxdur. İlk öncə proton sayını hesablayaq. Karbonun protonu 6'dır. Göstərilib deməli şərtdə də 6 protonu var və N sayda karbon atomu 6N. Hidrogenin protonu 1'dir. 2N sayda hidrogen var. Üzərinə gəlsin 2N. Oksigenin proton sayı da 8'dir. N sayda oksigen atomu var 8N. Ümumilikdə proton sayı olur 8, 18, 16N. Neytron sayı isə hidrogenin neytronu olmur. Çünki kütlə ədədindən protonu çıxdıqda 0 eləyir. 1 çıxılsın 1, 0. Neytron sayını karbon və oksigen atomları üçün hesablaya bilərik. Karbonun 6 neytronu var. 6N, N sayda karbon atomu. Oksigenin 8 neytronu var. N sayda oksigen atomu 8N. 6 üzərinə gəlsə 8 bərabərdir 14N-ə. Bizə bildirilir ki, proton sayı neytron sayından 12 vahid çox olarsa. Deməli, biz proton sayından neytron sayını çıxdıqda 12'ye bərabər olacaq. 16N'dən 14N çıxdıqda eləyir 2N bərabərdir 12. N bərabərdir 6'ya. Düzgün cavab variantı C variantı. 7-ci suala baxaq. 7-ci sualda bizə 3 ion verilmişdir və bildirilir ki, ümumi elektronlar isə 78'e bərabərdir. X'in sıra nömrəsini hesablayın. Deməli, ilk iyonumuz X mənfi, ikinci X3 müsbət. Deməli, hər iyonda biz X'in proton sayını bilmirik. P ilə işarələyə bilərik. Hər 3 iyonda və 3-cü iyonda da X'in proton sayı P olacaq. Əgər proton sayımız P-dirsə, iyonun yükü bərabərdir. Proton çıxılsın elektron düsturuna əsasən. İyonun yükü -1, proton bilmirik P. Elektron, deməli, elektron buradan bərabərdir nəyə? Elektron bərabərdir P plus 1'ə. Deməli, elektronu müəyyən elədik P plus 1. Buradan da bu düstura əsasən elektronu müəyyən edirik P minus 3. Üçüncü iyona diqqət etirsək, HX O4 2 mənfi iyonudur. Hidrogenin bir protonu var. İlk öncə biz proton sayını müəyyən edək. Hidrogenin bir protonu var. Bir atom hidrogen var. 1 vurulsun 1, yəni 1. Üzərinə gəlsin. X'in protonunu biz birinci dedik ki, X'in protonunu hansı hərflə işarə elədik? P hərfi ilə. Bir X atomu var. P vurulsun 1, P. Üzərinə gəlsin. Oksigenin görürük ki, 8 protonu var. 4 oksigen atomu olduğuna görə 4 vurulsun 8, yəni 32. Proton sayı oldu nə? P üzərinə gəlsin 33. Ümumilikdə bu maddənin iyonun proton sayı. Elektron sayında necə tapırıq? İyonun yükü bərabərdir. Proton çıxılsın elektron düsturuna əsasən. İyonumuzun yükü -2. Proton sayımız neçədir? P üzərinə gəlsin 33. P üzərinə gəlsin 33 proton sayımızdır. Çıxılsın elektron. Buradan elektronu müəyyən edək. Elektron bərabərdir P plus 33 plus 2, yəni P plus 35. Elektron sayımızı müəyyən etdik.
Deməli, hər 3 ionun elektron sayını müəyyən etdik. Onları toplayıb 78-ə bərabər edək. Deməli, ilk ionumuzun proton sayı neçə, elektron sayı neçə idi? P plus 1. İkinci ionumuzun X3 müsbət proton sayını götürmüşdük P. Elektron sayımız P minus 3. Üçüncüsü də ki, HX o deməli O4 2 mənfinin də proton sayı, daha doğrusu elektron sayı X plus 35 idi. Gözəl. İndi toplayaq bunları. P üzərinə gəlsin 1, üzərinə gəlsin P minus 3, üzərinə gəlsin X yerdə P üzərinə gəlsin 35 bərabərdir 78-ə. 3P bərabərdir 78 minus 35 plus 3 minus 1 tənliyə əsasən 3P bərabərdir 45-ə, P bərabərdir 15-ə. Deməli, X-in neçə protonu var? 15 protonu var. Düzgün cavab variantı B variantı. 8-ci suala baxaq. Doğru olanları müəyyən edin. Qarışıqlar və saf maddələr deməli haqqındadır. Qarışıqlar, biz bilirik ki, maddələr fiziki xassələrinə görə iki qrupa ayrılır. Saf maddələr, bir də qarışıqlar. Qarışıqların fiziki xassələri sabit olmur. Qarışıqları fiziki üsullarla biz tərkib hissələrinə ayıra bilərik. Məsələn, distillə olsun, xromatoqrafiya olsun, durultma olsun. Lakin birləşmələrdə bu mümkün deyil. Birləşmələr yalnız kimyəvi yolla ayrılır. Deməli, birinci müddət qarışıqların qaynama temperaturu sabit olur. Yəni, formulu olan bütün maddələr safdır, kimyəvi birləşmədir, lakin qarışıqların formulu olmur. Məsələn, suyun formulu var, saf maddədir, qaynama temperaturu sabitdir. Su 100 dərəcədə qaynayır, 0 dərəcədə isə donur. Yəni, qaynama temperaturu, ümumiyyətlə, fiziki xassələri sabitdir. Bir düzgün cavab variantı ola bilməz. Qarışıqların qaynama temperaturu sabit deyil. İkinci müddət, qarışıqları əmələ gətirən maddələri istənilən nisbətdə qarışdırmaq olar. Bəli, bu ifadə doğrudur. Məsələn, biz birləşmə götürək. H2O birləşməsi. Hidrogenin nisbi atom kütləsi 1-dir. 2 hidrogen atomu var. 2 vurulsun 1, 2. Oksigenin nisbi atom kütləsi 16-dır. 16 vurulsun 1, 16. Və nisbət hesablasaq 1-in 8-ə. Birləşmələr həmişə sabit kütlə nisbətində birləşirlər. Lakin qarışıqlar isə istənilən nisbətdə qarışdıra bilərik. 2 doğrudur. 1 yanlışdır, 2 doğrudur. Üçüncü müddət. Qarışıqları yalnız kimyəvi yolla onu əmələ gətirən maddələrə ayırmaq olar. Bu yanlış ifadədir. Qarışıqları fiziki üsullarla, məsələn, distillə, buxarlandırma, süzmə, xromatoqrafiya və s. birləşmələri isə yalnız kimyəvi yolla. 3 yanlışdır, 4. Kimyəvi birləşmələri əmələ gətirən maddələr öz xassələrini saxlayırlar. Xeyr, bu yanlış ifadədir. Məsələn, su hidrogen və oksigendən əmələ gəlir. Hidrogen və oksigen qaz halındadır, yəni fiziki xassələri qaz halındadırlar, lakin su isə maye haldadır. Həmin o elementlər birləşmədə artıq öz kimyəvi fiziki xassələrini itirdilər. Deməli, öz xassələrini saxlamırlar kimyəvi birləşməni əmələ gətirən zaman. 4 yanlışdır. 5-ci müddəyə baxaq. Qarışıqlar müxtəlif növ molekullardan təşkil olunur. Bəli, doğrudur. Məsələn, duzlu su molekuluna diqqət etirsək, duzlu su qarışığına da doğrusu, orada həm xörək duzu var, natrium xlor molekulu var, həm də ki, su molekulları var. Ona görə də müxtəlif növ molekullardan təşkil olunur. 5 doğrudur. 6 müxtəlif növ atomlardan təşkil olunur. Bəli, doğrudur. Məsələn, elə su və duzun qarışığına diqqət etirsək, orada hidrogen atomu var, oksigen atomu, natrium, xlor atomu və s. Deməli, 6 doğrudur. Düzgün cavab variantı 2, 5, 6. C variantı. 9-cu suala baxaq. Çay sodasından bir qədər sınaq şüşəsinə tökülüb və şəkildəki kimi qızdırılmışdır. Bu zaman rezin şarın şişməsinə səbəb nə ola bilər? Deməli, çay sodası natrium hidrokarbonatdır, bildiyimiz kimi. 7-ci sinif dərslikində də verilib ki, natrium hidrokarbonatdan şirniyyatların hazırlanmasında istifadə olunur və bunun deməli, əsasən bu şirniyyatların şişməsini təmin edir. Bu da parçalanması nəticəsində əmələ gələn karbon qazının hesabınadır. Natrium hidrokarbonat parçalandıqda natrium karbonat əmələ gətirir. Üzərinə gəlsin karbon qazı, üzərinə gəlsin su. Deməli, əmələ gətirdiyi karbon qazına görə şişmə olur. Burada da rezin şarın şişməsinə səbəb olan karbon qazıdır. Düzgün cavab variantı B variantı. 10-cu suala baxaq. 10-cu sualda bizə bildirilir ki, şagird təcrübə aparmaq üçün menzurka vasitəsilə 200 ml su ölçüb. Və axırıncı şərtə diqqət yetirin.
X duzunun suda həll olma qabiliyyəti 100 ml suda 10 qramdır. Deməli, X duzu 100 ml suda neçə qram həll olur? 10 qram X maddəsi həll olur. Bizə şərtdə menzurka vasitəsilə şagird nə qədər ölçüb? 200 ml su ölçüb. Əgər X qram, deməli, əgər 100 ml suda 10 qram X maddəmiz həll olursa, 200 ml suda nə qədər maddəmiz həll olacaq? X qram. X qram bərabərdir, deməli 20 qrama. Bizim 20 qram maddəmiz 200 ml suda həll olmalıdır. Və müəllim şagirdə sual verir ki, şagirdin suda nə qədər duz həll etdiyini soruşdu və şagird bildirir ki, 20% xəta eləyib. Əslində neçə qram duzumuz alınıb? 20 qram duzumuz alınıb 200 ml suda. Şagird də bildirir ki, bunun 20%-ni xəta eləyib. 20-nin 20%-i 100 bərabərdir 4 qrama. Deməli, şagird 4 qram xəta edib. 4 qram xəta edibsə, başlanğıcda nə qədər duzumuz olub? 20 qram, üzərinə gəlsin 4 qram. Başlanğıcda 24 qram duzumuz olub. Şagird bunun 4 qramını deməli xəta edib, amma 20 qramı isə, yəni 200 ml su 20 qram alınıb. Ona görə də düzgün cavab variantı 24 qram.